O tarafa dayanıp Allah'a ibadet ettiği bir yerdir. Allah Subhanahu Taala'nın evidir. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki Hacerül Esvad cennetten gelen bir taştır. O insanların günahı yüzünden qaralmıştır. Ve and içib Allah'a ki, and olsun alemlerin Rabbine ki, kıyamet günü onun iki gözü ve dili olacaktır. Ona hakkıyla toxunanlara şahitlik edecektir. İnşallah elini çatır olarak yerləşək, sonra gedirik Kəbəyə. Girdik Yəmən küncündən Allah'ın izniyle. Yəmən küncüdən gələndən sonra Qaradaş Yəmən küncünün şərq tərəfindədir. Oraya yaxınlaşanda Rabbənə ətinə Qaradaşı görənə kimi tələbəyə gətiririk. Və o Qaradaşı görəndən sonra Rabbənə ətinə fid dünya həsənətən və bil ahirətin həsənə və qin əzəbənlər. Və bunu deyirik, Qaradaşa çatanda əlimizi qaldırırıq. Bismillah, Allahu Akbar. Birinci kuyrukta sağ çiğnimizi kişiler, sağ ehramlarını açırlar ve birinci dövreye üzr istəyirəm. Birinci dövreye tamamlananda sağın tam əksinə sevk edirik orada. Birinci dövreye tamamlandı, sağ çiğni bağlıyoruz ve oraya yaxınlaşanda yenə Yəmən küncünə. Yenə Rabbənə ətinə fid dünya həsənətən və bil ahirəti həsənə və qin əzəbənlər. Və bu dövriyelerle 7 dəfə dövreye edirik. Gəlirik ki, orada İbrahim məqamı deyilən yer var, ora. Orada ölçüşət namaz qılıb, Allah Rəsul sünnəsi olarak su içirik və sudan sünnətdir, başımıza, üzümüze vururuq. Və sonra gelirik Səfəyə. Səfada, səydə Səfadan başlayır. Deyir, İnnə Səfə vəl mərvətə, innə şə'in mədəllahu bihi. Həqiqətən də Səfə mərvə Allahın nişanlarındandır. Maymun. وله الملك وله كل شيء مقدير لا إله إلا الله وحده أنجز وحده النسل هزمل حسب وحده. Ve bu duanı elədik, sonra öz dilimizle başa düşdüyümüz dualardan elədik. Özümüz üçün, evimiz üçün, aləmiz üçün, yaxınlarımız üçün ve bizden dua istəyənlər üçün. Yine təşkil, yine de bursu başlıyor bana. La ilahe illallah vahdehu la şerike le. Lehul mulku ve lehul kulli şeyin kadirun. La ilahe illallah vahdehu enceze vahdehu ennesle hezemel eshebe vahdehu. Bu yine de öz dilimize dua edelim. Üçüncü defa bu duanı tekrar edildikten sonra sey başlayır, Sefada kurtarır Mervada. 7 defa gidip gelenden sonra orada yaşılışın dilenime göstereceğim. Orada kişiler kasmalı, kadınlar kasmalı lazım diyor. 7 defa tamamladıktan sonra Mervadan çıxırıq. Xanımlar saçlarının müəyyən hissəsindən kəsirlər. Kişilər də Allah Resulü sünnəsinə uyğun olarak Muhammed sallallahu aleyhi ve sellem deyir ki, kim saçın keçərək qıtırarsa Allah ona rəhm etsin, rəhm etsin, rəhm etsin. İndi bizlər də Allahın Resulü sünnəsinə riayət etmək, yəni onun sünnəsindən bir pay qazanmaq istəyirsə, onun sünnəsinə əməl edərik. Allah sizə bərəkət versin, Allah Subhanahu Taala bizi eşidib faydalanan qullarından etsin. Amin. Tələbiyən de, Ləbbeyk Allahümmə ləbbeyk, Ləbbeyk la şərikə ləkə ləbbeyk, İnnəl həmdə və nə'mətə və kəvəl mulk, la şərikə lək, Ləbbeyk Allahümmə ləbbeyk, Ləbbeyk la şərikə ləkə ləbbeyk, İnnəl həmdə və nə'mətə və kəvəl mulk, la şərikə lək, Ləbbeyk الحمد ونعمة لا ملك لا شريك لك لبيك اللهم لبيك لبيك لا شريك لبيك إن الحمد والنعمة لا شريك لك لبيك اللهم لبيك لبيك لا شريك لبيك الرحمة